Deyirəm ki, danışıqda qüsur var. Gələcəm, gedəcəm, Azərbaycan. Qarabağ Azərbaycandır. Bu nə deməkdir? Axı bunu həyatda danışa bilərsən. Sən gəlib studiyada bunu zapis etmisənsə, bunu bütün məktəblərdə, hər yerdə bunu oxuyurlar. Əlbəttə şüarımızdır. Ali Baş Komandanımızın dediyi. Benim o Qarabağ Azərbaycandır deyib, Qarabağ Azərbaycandır. Amma mahnıda hər dəfə o mahnını eşidəndə mən qulaqlarımı tuturam, deyirəm, düzdür, sözlər yaxşıdır, adam istəyir qulaq assın. Ancaq ki, belə musiqi xoşuma da gəlməsə, amma sözlərə görə deyirəm ki, burada sözlər var da, şüarımız var. Evet. Amma ki, Qarabağ Azərbaycandır. Bu böyük bir səhvdir. Əgər elə deyilsə, bu yaxında bizim Ulu Öndərimizin biz baxırıq da onun çıxışlarına hər dəfə görürsünüz. Bir dənə hərbiçiyə dedi ki, keşfiyyat yox, kəşfiyyat. Dedi, kompüterdə yoxdur, dedi, yoxdur, onu oraya edin. Dedi, ola bilər kiminsə ləhcəsində keşfiyyat olar, amma yazıda kəşfiyyatdır. Və həmişə də bizim dialektimiz, ana dilimiz həmişə dövlət tərəfimizdən qorunub, tərənnüm edilib, təbliğ edilib. Yəni, dil bilmək ayıb deyil, rus dili, ingilis dili bilmək olar, nə olsun ki, amma Azərbaycan dilimizi biz təmiz bilməliyik də, ana dilimizi.